Dostlar salam. Heç vaxt trendlərdən geri qalmayanma ki, bu dəfə də trend peşələri araşdırır. Ənənəvi peşələrlə müqayisə edir və seçimlərinizi gözdən keçirməyiniz üçün cığır açır. Hazırsınızsa, başladıq. Qonağımız sosial media marketinq meneceri Şailə Qubadova və Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan tələbə Səbrin Xəlilovadır. Xoş gəlmisiniz. Təşəkkürlər. Aha, biz bugün qonaqlarımızla trend peşələr mövzusunda müzakirə aparacağıq. Ənənəvi peşələri bizim üçün Səbrin xanım təmsil edir, Şailə xanım isə SMM kimi modern peşələri təmsil edir. Razısınız öz seçdiyiniz ixtisaslardan? Mən şəxsən razıyam. Birazdan da üstünlüklərini danışmaq istəyirəm ki, nəyə görə razıyam və faydalarından danışmaq istəyirəm təbii ki. Siz necə? Bəli, təbii ki də müəllimlik ixtisası məncə çox şərəfli bir peşədir və çox razıyam. Şərəfdən əlavə hansı üstünlüklər olduğunu düşünürsüz? Müəllimlik peşəsi daim ənənəvi peşədən biri sayılır və daim hörmətli və insanlar tərəfindən sevilən bir peşədir. Mənim fikrimə görə indiki dövrdə yüksək ixtisasa sahib olan bir çox insanlar belə müəllimlərin vasitəsilə gəlib bu dövrə qədər gəlib çatmışdır. Yəni bu üstünlükləri əldə etmişdir. Aha. Şailə xanım, siz necə düşünürsüz? Bir peşənin hörmətli olması, necə deyim, nüfuz sahibi olması indi vacibdirmi, yoxsa başqa hansı biz kriteriyaları nəzərə alıb öz ixtisasımızı, işimizi seçməliyik? Belə deyim, indiki dövrdə insan hörməti özü sayəsində qazanır və indiki və gələcək dövrlərdə artıq bəzi ənənəvi peşələr var ki, texnologiya artıq onları idarə etməyə başlayacaq. Biz təkcə bugün üçün yox, sabah və gələcəyimiz üçün çalışırıq. Çünki 5, 10 il, 20 il sonra özümüz də bilirik ki, texnologiya bir çox şeyi ələ keçirəcək. Və mən trend peşələr haqqında danışmaq istəyirəm ki, trend peşələr hansılardır? IT, texnologiya peşələri var, hansı ki, proqramçı, kiber təhlükəsizlik, digital analitik, bunlar çox vacibdir. Daha sonra, məsələn, mənim aid olduğum peşə rəqəmsal və yaradıcılıq, qrafik dizayner, sosial media marketinq menecer, UX UI dizayner, süni intellekt. Bugünkü gündə bu bazara tələbat çoxdur və ona görə də həm biz müstəqil işləyə bilirik. Yəni ənənəvi peşələrdə odur ki, 9-6 işləyirik və daim stabil bir gəlirimiz olur. Yəqin ki, Səbrin sizlə razılaşmaz bu mövzuda yox. Siz də öz arqumentlərinizi gətirin. Texnologiya indiki dövrdə gələcək üçün çox vacibdir. Sadəcə ənənəvi peşələr düzdür, bir neçə saatlar ərzində fəaliyyət göstərə bilər. Müəllimlər və yaxud da ki, həkimlər, mühəndislər, bunlar hamısı ənənəvi peşəyə daxildir. Sadəcə texnologiya müəyyən bir layihə üzərində qurulur və o layihə bitən kimi həm belə deyim qazanc da bitir, həm o saatda olan iş də bitir, amma ənənəvi peşələr isə illərlə, hətta yaşlanana qədər bu işlərdə işləyə bilərik. Onların biz yaşlandıqdan sonra təqaüd hətta ala bilərik. Yəni hər daim üstünlüklərindən yararlana bilərik. Bir də mən nəyə diqqəti çəkmək istəyirəm? Bəlkə biz üçümüz də razılaşarıq ki, əslində ənənəvi peşələrin içərisində də yeni trend tendensiyalar var da. Məsələn, müəllimlər də artıq özlərini sosial media vasitəsilə öz kontentlərini çatdırırlar və s. Bəli, TikTok və yaxud da ki, Instagram platformalarında müəllimlər şagirdlər arasında olan maraqlı videolar çəkilir. Artıq əvvəlki kimi köhnə fikirli müəllimlər yox da, daha yeni müasir tipli müəllimlər, texnologiyadan maraqlanan müəllimlər ön plandadır. Səbrin xanım bizə demək istədi ki, belə çıxır ki, trend peşələr bir yerdən sonra öz aktuallığını itirməyə başlayır. Yox, yəni müəyyən yaş dövründən sonra onlar o qədər də tələb olunan olmur. Razısınız bu fikirlə? Xeyr, çünki burada yaş məhdudiyyəti yoxdur. Sizin bilik bacarıqlarınıza görə sizi işə götürürlər, sizlə çalışırlar və sizin yaşınızı burada soruşmurlar. Ən çox da freelance işlədikdə siz öz portfolyonuzu təqdim edirsiniz və portfolyonuz əsasında, bilik bacarıqlarınız əsasında siz işə götürülürsünüz. Və ona da qaldı ki, yaşlanandan sonra təqaüdə çıxmaq. Mən 25-26 yaşımda, 20'li yaşlarımda təqaüddən nə qədər qazanacağam deyə fikirləşməməliyəm. Fikirləşmək də istəmirəm. Çünki indi o qədər qazanmaq istəyirəm ki, o təqaüdü güdməyim. Yəni belə. Siz təqaüd haqqında düşünürsünüz? Təqaüd yaşlanandan sonra, yəni dövlət işində işləyənlər, daha çox ənənəvi peşəyə sahib olanlar əldə edir. Təbii ki də razıyam. İndiki cavanlar, 20-30 yaşındakı cavanlar 60 yaşından sonra olan təqaüdü fikirləşməməlidir. Sadəcə texnologiya ilə bağlı olan peşələrdə belə bir avantaj bizə sağlamır ki, mən 60 yaşımda və pul alacağam. Yəni bunun mənə qarantisini vermir. Amma ənənəvi peşələr bu baxımdan risksiz məncə hesab oluna bilər. Başqa hansı risklərini siz bilirsiniz trend peşələrin? Trend peşələrin riskləri adətən indiki insanlar texnoloji
sahələrə üstünlük verirlər. Yəni ənənəvi peşədən qorxub qaçırlar. Çünki müəllimlik, həkimlik, bu kimi peşələr çox məsuliyyətli peşələrdir. Amma texnologik peşələr daha çox yəni insanların savadından daha çox fəaliyyətindən ön plana çıxır, amma müəllimlər, həkimlər isə daha çox savadla ön planda olmağa çalışırlar. Ona görə də ikisinin arasında məncə fərq var. Sizcə bu gün intellektuallıq vacibdir? Təbii ki də. Savad, intellektual məncə ikisi də eyni anda olmalıdır təbii ki də. Aha, və cəlbedici necə görünürmü? Təbii ki də savadla texnologiya məncə ikisi də bütün iki birlikdə eyni anda istifadə olunmalıdır. Aha. Şalə xanım, SMM-lərə münasibət niyə qeyri-ciddidir? Təbii ki, insan öz tarixini, coğrafiyasını, savadı olmalıdır, öyrənməlidir. Amma əgər bugünkü gündə mən tələb olunan sahədəyəmsə, yaxşı maaş əldə eləyirəmsə, yaxşı gəlir əldə eləyirəmsə və bu o demək deyil ki, bu çox asandır. Burada məsuliyyət var və biz freelance işlədikdə bir neçə şirkətlə işləyirik deyə, bir neçə insanlarla işləyirik deyə biz çox yoruluruq. Biz elə olur ki, gecədə işləyirik, gündüz də işləyirik və hər il bu texnologiya yenilənir deyə biz hər il hazırlaşmalıyıq, öyrənməliyik. Bizim biliyimiz nə qədər çox olsa, təbii ki, biz o qədər qazanırıq. Müəllimlər, həkimlər necə yorulmur? Yoxsa siz demək istəyirsiniz ki, onlar bu yorğunluğun qarşılığını layiqincə almırlar, çünki pul məsələsinə toxundunuz? Təbii ki, mən özüm də universitet bitirmişəm, IT sahəsini bitirmişəm. Mənim sahəm çox maraqlı gəlirdi mənə. Təbii ki, müəllimlər, mənim öz anam da müəllimdir və onun 50 yaşı var. Hələ də o hər il yeniliklər çıxır, hazırlaşırlar, imtahan verirlər. Uşaqlar əsəbi stres, valideynlər, min cür insan. Təbii ki, bunun qarşılığı stabil gəlir və 9-dan 6-ya kimi iş və ailə ilə, dostlarla əyləncəyə vaxt qalmır. Amma bu bizim işimiz elədir ki, həm riskləri, həm məsuliyyəti, həm çətinlikləri olur. Amma siz özünüz seçirsiniz. Məsələn, həftənin 2-3 günü mən çox məsuliyyətli işləyərəm, amma qalan günlərini sırf əyləncəmə, dincəlməyimə, dostlarıma vaxt ayıra bilərəm. Amma ənənəvi peşələrdə bu yoxdur, ancaq stabillikdir. Əgər siz azad ruhlu insansınızsa, siz heç vaxt bu stabilliyi qəbul eləməyəcəksiniz. Müəllimlərə münasibətdə nə dəyişib? Müəllimlik peşəsi eyni zamanda bir neçə ənənəvi peşələr, hətta texnoloji peşələrdə, yəni dediyim səhv anlaşılmasını istəmirəm. Hər bir iş şərəfli peşədir təbii ki də. Sadəcə müəllimlik peşəsi daha köhnə dövrlərdən bu dövrə qədər gəlmişdir və hətta yüzillərlə mövcuddur. Yüzillərlə də mövcud olmağa davam edəcək. İnsanlar yəni bundan müsbət bəhrələnə bilər. Yəni müəyyən maaş alırlar və müəyyən saatlarda bunu icra edirlər. Amma dediyim kimi risklər sadəcə texnologiya peşələrində yox, həm də ənənəvi peşələrdə də var. Sadəcə ənənəvi peşələr riski daha azdır mənim fikrimə görə. Aha. Self-study, özünü öyrən çox populyar Bəli. bir tendensiyadır. Yəni bunu da nəzərə alsaq, sizcə doğrudan da müəllimlik peşəsi yüz illərlə hələ bundan sonra davam edəcək? Müəllimlik peşəsi süni intellekt nə qədər inkişaf etsə də, məncə bir müəllimin uşağa verdiyi bilik qədər biliyi verə bilməz. Həm də ən əsas bilikdən əlavə müəllim təkcə şagirdi öyrədib cəmiyyətə yollamır. Həm də onun xarakterini formalaşdırmağı öz üzərinə məsuliyyət götürür. Bir fərdi, cəmiyyətə sağlıqlı, düşüncəli bir fərdi yaradır. Süni intellekt məncə bir müəllim kimi fəaliyyət göstərə bilməz. Yəni müəllimi sadəcə buna sıxışdırmaq olmaz məncə. Trend peşələrdə bizə daim doğrudan da yeni informasiyalar lazımdır. Çünki hər an, hər il, hər gün dəyişir də hər şey informasiya. Bəs ənənəvi peşələrdə necədir? Siz stabil biliyə əsaslanırsınız. Məsələn, tarix müəllimliyinin özü Bəli. faktlara əsaslanırsınız da, yoxsa sizə də yeni nələrsə həmişə öyrənmək lazımdır? Mən özüm tədris ingilis dilinin tarix müəllimliyini seçmişəm və burada həm tarixi, həm də əlavə bir dil öyrənirik. Təbii ki də biz də hər il, hətta indiki olan müəllimlər də məncə bunu təsdiqləyər ki, hər il yeni bir qayda qanun çıxır, sertifikata aid, ona aid bir neçə qaydalar çıxır, şagirdlə qaydalar və yaxud da ki, tədrislə özü ilə qaydalar. Eyni zamanda tarixin də hər il kitablarda yeni biliklər dəyişir, yeni illər də dəyişilə bilər hətta. Yəni bu da onu göstərir ki, əslində sabit deyil. Yəni bu da dəyişilir. İnsanlar, müəllimlər yeni biliklər öyrənməyə məcburdular. Tarixin sabit olmaması sizcə qəribə deyil? Hər bir tarixçi özü tarixini təbii ki də tərəfində durur və o haqqda yazmağa başlayır. Ona görə də artıq tarixçilər məncə bunu öyrəşiblər. Hər dəfə yeni bir məlumatın əldə etməsinə, hər dəfə yeni bir məlumatın üzə çıxarılmasına
öyrəşmişdilər və bu yeni məlumatlarda insanlar, müəllimlər, yəni uşaqlar ötürür. Aha, bu siz saxtakarlıq kimi qiymətləndirmirsiniz, saxta informasiya kimi. Tarix əslində çox dərin bir mövzudur. Yəni 1-2 nəfərin başa düşdüyü qədər tarix deyil. Əslində bəzi yox, hətta daha tarixin yarısını biz bilmirik, yarısını bilirik. Ona görə də bir mövzunu bu il bu cür öyrənirik. Gələn il başqa tarixçi hər hansısa bir faktlar tapır, başqa bir kitablardan, tarixi kitablardan və yeni-yeni biliklər ortaya çıxır. Ona görə də artıq müxtəlif suallar yaranır ki, tarix yalandırmı, düzdürmü? Bunu hər mütəxəssis məncə deyə bilməz tam olaraq. Aha. Sizcə lazımdırmı bu qədər informasiya bizə? Nəyəcək bu qədər tarixi biliklərlə? Təbii ki, tariximiz önəmlidir, amma yenə dediyim kimi artıq gənclər, yeniyetmələr və valideynləri belə texnologiyaya yönləndirməyə çalışırlar. Çünki artıq onlar da görür ki, hətta mənə bir təklif də gəlmişdi ki, bir neçə dəfə olub ki, mən belə bir təklif eşitmişəm. Artıq liseylərdə belə marketinq tərəfi, qrafik dizayn tərəfi, yaradıcılıq tərəfi artıq keçməyə başlayırlar. Və mənim üçün də bu çox sevindiricidir ki, və dövlət sahələri də artıq texnologiyaya aid insanlar axtarışındadır və mən buna görə sevinirəm ki, artıq hər kəs anlayır ki, texnologiya, yeni trend, siz demişkən yeni trend peşələr önəmlidir və önəmliyi hər il keçdikcə artır. Mən xatırlayıram ki, məktəbdə bizə bəzi müəllimlərimiz deyirdi ki, siz məktəbi ona görə sevmirsiniz ki, sizə burada pul qazanmağı öyrətmirlər, sadəcə informasiya verirlər. Onda siz bu Bəli. fikrin dəyişdiyini qeyd etmək istəyirsiniz? Bəli, yavaş-yavaş olsa da bu fikirlər dəyişir, formalaşır. Belə deyim, mən SMM-lik haqqında qısa danışmaq istəyirəm. Sosial media marketinq meneceri dedikdə insanlar elə başa düşür ki, siz dediniz bayaq ki mənə, niyə belə fikirlər formalaşır? Biri elə düşünür ki, TikTokda canlı açmaq SMM-likdir, Instagramda mesajlara, rəylərə cavab vermək SMM-dir. Xeyr, ilk öncə strategiya qurmaq lazımdır və verilən o brendi, o brendin məhsulunu necə satmaq olar, onun reklamını idarə etmək lazımdır, təhlil etmək lazımdır. Posterlər necə hazırlanmalıdır, necə hansı saatlarda paylaşılmalıdır, necə ideyalar qurulmalıdır və müştəri bu məhsulu mən niyə almalıyam, nəyə görə almalıyam? O müştəriyə o fikri düzgün şəkildə yönləndirmək lazımdır. Reklam özü çox çətin bir strategiyadır. Yəni mən Facebooka girdim, Metadan reklamı qoydum, yox. Siz o reklamı elə düzəltməlisiniz ki, mən özüm bu sahədəyəm, amma hər il, hər ay mən yeni şeylər öyrənirəm. Elə reklamı qurmalısınız ki, məsələn, bir nəfərin qarşısına 5 dəfə bu reklam çıxa bilər və bezə bilər. Siz elə strategiya qurmalısınız ki, siz lazımlı insanları cəlb eləməlisiniz. Bu məhsulu satmaq üçün lazım olan insanlarla iş görməlisiniz və o insanları cəlb etməlisiniz, danışıq tərzinizlə cəlb etməlisiniz. Yəni SMM-lik bu qədər sadə sahə deyil. Aha. Səbrin, necə fikirləşirsiniz? Müəllimlər dəmin nəsə satır, informasiya satır da, hər halda belə deyə bilərik. Sizcə bu mənada müəllimlərin necə özünü tanıtması, sosial mediada aktiv olması vacibdirmi? Siz bu mənada nə etmək istəyirsiniz, edəcəksiniz? Müəllimlər təkcə dövlət işi ilə bağlı deyil, yəni təkcə maaş almırlar, həm də repetitorluq və yaxud da ki, kurslarda əlavə dərslər keçərək də müəyyən qədər maaş alırlar. Bu da həm maaşın üzərinə əlavə qazanc deməkdir. Amma hətta indiki gənclər də demək istəyirəm ki, yəni texnologiya ilə bağlı peşələr əslində ənənəvi peşələrə dayaq yaradır, ənənəvi peşələrin də inkişaf etməsinə kömək edir. Çünki ənənəvi peşələr köhnədə qalıb, texnologiya daha çox inkişaf edir. Yəni belə bir fikir də məncə səhvdir. Çünki ənənəvi peşələr hər daim insanlara lazımdır. Mən özüm istəyirəm ki, gələcəkdə həm tədrisim ingilis dilində bağlı olduğuna görə, həm ingilis dilinə, həm də tarixlə bağlı müəllim kimi fəaliyyət göstərim. Uşaqlara yəni bu bilikləri ötürüm. Bu cür bir həm sosial mediada, həm və yaxud da ki, ictimai yerlərdə müəllim kimi fəaliyyət göstərmək istəyirəm. Hətta indi də TikTokda və yaxud da ki, Instagramda bir çox müəllimlərin elanlarını görə bilərik və yaxud da ki, hesablar açıb özlərini tanıda bilərlər. Yəni bunlar artıq göstərir ki, texnologiyanın ənənəvi peşələr eyni anda iştirak edirlər. Aha, trend peşələrdən sizə hansılar cəlb edir? Trend peşələrdən bir çox dostlarım SMM-də işləyir əslində. Siz olmaq istəyərdiniz? Yəni mən çox hələ ki təhsilimlə bağlı Aha. O sahəyə yönələ bilmərəm, amma bəlkə gələcəkdə təbii ki də iş imkanları olsa, niyə də yox. Aha. Sizcə nə qədər müddətə öyrənə bilərsiniz SMM olmağı?
SMM olmağı valla çox məlumatım yoxdur Aha. mənim bu haqqda. Yəqin ki, texnologiya ilə bağlı peşədir təbii ki də. Amma məncə ənənəvi peşədən daha az müddət öyrənə bilərəm. Aha, doğrudan sualı gəlin bu formada qoyaq. Hansına daha uzun müddət vaxt sərf etmək lazımdır? Bu mənada sizcə hansı daha dayanıqlı informasiya verir bizə? Daimi və dayanıqlı informasiya məncə ənənəvi peşələr o davamlı, sabit peşələrdir. Trend peşələrində hərəsinin özünə görə, yəni üstünlükləri var təbii ki də, amma trend peşələrdə müəyyən müddət sahədə təbii ki də çətin peşədir, amma məncə ənənəvi peşə qədər çətin ola bilməz. Siz necə müəllim olmaq istəyərdinizmi, yoxsa hansı ənənəvi peşələr sizi cəlb edir? Mən müəllim deməyək də, məsələn, öz biliklərimi ötürə bilərəm, tələbələrim ola bilər, mənim istəyim də budur. Amma Bəyan xanım vurğuladı ki, bu qısa müddətdə öyrənmək olar bu sahəni. Amma elə deyil, çünki hər ay, hər il alqoritmlər dəyişir sosial media platformalarında. Məsələn, Instagramdan danışım. Bu gün bir post, bir ideya paylaşırsan, amma 3-4 ay sonra o ideyaların arxasıca getdikdə görürsən ki, artıq əvvəlki kimi baxılmır, əvvəlki kimi statistika qalxmır və alqoritm dəyişdikdə və çətinliyə düşürsən, araşdırmağa başlayırsan ki, alqoritmada nə dəyişikliklər oldu, artıq nələr paylaşmalıyam, məhsulu, brendi necə tanıtmalıyam, bu kimi çətinliklər çoxdur. Siz uşaq vaxtında olmaq istəyirdiniz. Hər halda bir uşaq heç vaxt demir ki, mən böyüyəndə SMM olacağam, yox? Təbii ki. Mən uşaq vaxtı, universitet vaxtı qrafik dizayner olmaq istəyirdim, amma uşaq vaxtı tam fikirləşmirdim nə olacam. Lap uşaq olanda polis olmaq istəyirdim. Amma artıq böyüyəndən sonra, universitet daxil olandan sonra birinci kursda bizə Photoshop dərsi keçdilər. Mən IT sahəsini oxumuşam və proqramistlik məni elə də cəlb eləmədi. Amma Photoshop dərsində o qədər çox sevmişdim ki, hətta kompüterim var idi. Kompüterim çox zəif idi. Photoshop yükləmişdim, ona işləmək istəyirdim. Hətta mən Sokardan belə dəvət almışdım. Bir iclasda olmuşdum, ideyalarımı bölüşmüşdüm. Ondan sonra artıq bu sahəyə yiyələnmək istədim. Bir növ reallıqlar sinəsində fikrinizi dəyişməsinə və bu yöndə formalaşmasına səbəb oldu. Siz uşaq vaxtında olmaq istəyirdiniz? Mən uşaqlıqdan bəri hüquqşünas olmaq istəyirdim. Lakin imtahan verdim və nəticədə balım biraz aşağı gəldi. Yəni hüquqşünaslıqdan aşağı gəldi. Ona görə tədris ingilis və tarix müəllimliyi seçdim. Məncə ikisi də əslində ənənəvi peşə sayılır. İkisi də trend peşə deyil. Amma təbii ki də hər peşənin özünə aid öz şərəfi, yəni öz məsuliyyəti var. Bu qədər yəni. Yəni siz seçiminizin əslində bir növ dəyişdiyini demək istəmirsiniz. Seçiminiz dəyişmədi, sadəcə şərait belə gətirdi. Şərait belədir, bəli. Amma peşman deyilsiniz hər halda. Xeyr, təbii ki də peşman deyiləm. Hər kəsə təşəkkür edirik və arzulayırıq ki, heç vaxt peşman olmayasınız. Olduğunuz yerdə ən yaxşısı olmağı bacarasınız. Təşəkkür edirik. Çox sağ olun. Bəs trend peşələrin hansı riskləri var? 5 ildən sonra hansı peşələr dəyərli, faydalı və gəlirli olacaq? Növbəti sujetimizdə araşdırmışıq. Dünyamız sürətlə dəyişir və bu dəyişiklik sadəcə texnologiya ilə məhdudlaşmır. Eyni zamanda iş dünyasında da yeni trendlər yaranır. Bəzi peşələr artıq klassik sayılır, bəzi peşələr isə trend peşə adlandırılaraq gündəmi zəbt eləyir. Məsələn, süni intellekt mütəxəssisləri, data analitiklər, kiber təhlükəsizlik ekspertləri, digital marketinq mütəxəssisləri, qrafik dizaynerlər və hətta sosial media menecerləri bu gün çox tələb olunan peşələr sırasındadır. Bu peşələrin ən böyük üstünlüyü odur ki, onlar həm yüksək maaş potensialına malikdir, həm də gələcəkdə beynəlxalq imkanları qapını açır. Müasir dünyada peşələr ki, hansı ki peşələr üzrə daha çox tələb olunan peşələr var. Bu peşələr dedik ki, bunlar mühəndislik, pedaqoji, tibb və aqrar sahədir. Amma eyni zamanda müəyyən peşələr var ki, ənənəvi peşələr var ki, uzun müddət ən belə deyək, populyar olan peşələr olub. Hal-hazırda bununla bağlı ixtisas hazırlığı həyata keçirilmir dünyanın aparıcı universitetlərinə. Bunlarda da ilk növbədə mühasibatlıq və jurnalistika fakültələridir. Artıq bu sahələr üzrə oxumağa ehtiyac qalmır.
Amma bununla yanaşı yeni sahələr, hansı ki, dedik ki, robototexnika, o cümlədən kompüter mühəndisliyi və s. bu kimi hansı ki, İKT ilə bağlı olan sahələr və bir də ki, dediyimiz kimi yeni texnologiyalarla bağlı olan yeni peşələr yaranır və bu yaranmaqda davam edir ki, hansı ki, bu sahə üzrə yeni peşələr də yarana bilər, amma istənilən halda bütün bunlar əmək bazarının tələblərinə uyğun olaraq müəyyən olunur. Bu gün dediyimiz kimi İKT və süni intellekti tətbiq etmədən ayrı-ayrı peşələrin inkişafında hansısa bir irəliləyişin əldə edilməsi biraz belə deyək çətin olur. O baxımdan istənilən peşələr üzrə biz kadrları hazırlayarkən müasir dünyanın çağırışlarını, tələblərini nəzərə almalıyıq və dediyimiz kimi daha çox İKT bacarıqlı, rəqəmsal dünya ilə daha çox tanış olan, eyni zamanda süni intellekti öz peşəsinə və gündəlik fəaliyyətinə tətbiq edə bilən bir işçilərə və kadrlara çevrilməli və bu kadrların hazırlığında da bu məsələ xüsusi nəzərə alınmalıdır. Bəs texnologiyanın tələbi ilə uyğunlaşmaq istəyən gənclər bu sahədə ixtisaslaşmaq üçün hansı resurslardan, kurslardan ya da proqramlardan istifadə edə bilərlər? Bilirsiniz, bu gün müasir dünyanın İKT aləmi, yəni xüsusi bir belə deyək, hansısa bir bunun üçün kurslar və yaxud da sertifikat tələb eləmir. Hər bir uşağın birinci növbədə, ümumiyyətlə hər bir kadrın, hər bir peşə sahibinin ilk növbədə şəxsi inkişafı üzrə xüsusi bacarıqları olması şərtdir. Yəni hər bir insan bilməlidir ki, bu günün tələbi ilə uyğunlaşmaq üçün özü üzərində işləməlidir. İnternet dünyasında da ki, istənilən deyək ki, imkanlar var və mən düşünmürəm ki, hansısa deyək ki, informasiyanı əldə etmək, emal etmək və yaxud da özünə lazım olan şəxsi inkişafını belə deyək, genişləndirmək və yaxud da ki, özünü kadr kimi inkişaf etdirmək üçün hökmən xüsusi əlavə təhsilə getmək lazımdır. Mən düşünürəm ki, sadəcə hər bir şəxsdə, hər bir işçi kadrda bir istəyi olmalıdır özünü inkişaf etdirmək və bunun üçün də internet dünyasından və o cümlədən də süni intellektdən səmərəli istifadə etmək bacarığı olmalıdır. Əgər bu iki bacarıq varsa, bunun üçün əlavə təhsil, əlavə deyək ki, kurslara və yaxud da ki, əlavə təhsil müəssisələrinə getmək elə böyük önəm kəsb etmir. Bugünün trend peşələri sabahın gələcəyini formalaşdırır. Amma yaddan çıxartmaq olmaz ki, gələcəyin ən güclü peşəsi daim inkişaf edən insanın özüdür. İndi isə trend peşələrlə bağlı sizə bir neçə maraqlı məlumat təqdim etmək istəyirik. 2025-ci ildə, yəni bu il mövcud olan peşələrin əksəriyyəti, üstəlik tələb olunan peşələrin əksəriyyəti 5 il bundan əvvəl mövcud deyildi. Yəni bugünün gəncləri hələ adı məlum olmayan peşələrə hazırlaşır. Hər 10 yeni TikTok və YouTube hesabından 4-ü süni intellektlə məlumat informasiya hazırlayır. Bu isə o deməkdir ki, AI content creator ən çox tələb olunan və istifadə olunan peşələrdəndir. Süni intellektlə işləmə bacarığı isə CV-də artıq üstünlük yox, zərurətdir. Hətta müəllimlər, jurnalistlər və bir çox peşə sahiblərinin hər biri süni intellektlə işləməyi özləri üçün zərurət hesab edir. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!